Salam Altun bəy. Salam buyurun. Azərbaycan musiqisinin bugünkü inkişaf mərhələsini necə qiymətləndirirsiniz? Sizcə bu inkişaf hansı istiqamətdə daha aydın hiss olunur? Azərbaycan musiqisi çox gözəl bir musiqidir və çox şaxəli bir musiqidir mən deyərdim. Çünki biz vokal ifaçıları, tək vokal ifaçıları yox, estrada, xanəndə ifaçılarımız da var ki, Azərbaycan musiqisinin inkişafında öz töhfələrini vermişlər mən deyərdim. Hər zaman biz beynəlxalq müsabiqələrdə olanda, beynəlxalq layihələrdə öz ölkəmizi təmsil edəndə çox qürurlanırıq. Şəxsən mən özüm müsabiqələrə qoşuluram, başqa ölkələrin müsabiqələrinə və nəticə olaraq məndə məsəl üçün birinci yeri gəlir ki, sən birinci yerin qalibisən və çox sevinirəm. Bunu öz adıma yox, vətənim, dövlətim üçün sevinirəm ki, mən Azərbaycanlı olaraq başqa bir ölkənin təşkil etdiyi müsabiqədə müəyyən bir yeri tutmuşam. Fərq yoxdur, birinci yer olsun, ikinci, üçüncü yer olsun. Əsl odur ki, mən o yerin sahibi olmuşam. Və mən onu demək istəyirəm ki, Azərbaycan musiqisi həqiqətən də gözəl musiqidir. Və bizim musiqimizin kökü və özəyi məhz muğam sənətidir. Biz bunu heç bir zaman unutmamalıyıq. Nə olsun mən vokal ifaçısıyam, nə olsun opera ifaçısıyam. Amma bizim beşiyimiz muğamdır. Bax, məsəl üçün Şuşa şəhərində deyirlər ki, bizim el arasında Şuşada ağlayan körpə, bələkdə ağlayan uşaqdır, belə iniltisi bir muğam üzərindədir. Bəli, həqiqətən də bu doğru bir məlumatdır, doğru bir fikirdir. Ümumiyyətlə, bizim musiqimiz çox şaxəli və zəngin musiqidir. 2025-ci ilin sonuna yaxınlaşırıq. Bu il ərzində yaradıcılıq fəaliyyətinizdə hansı əsas nailiyyətləri xüsusi qeyd edərsiniz? Ümumiyyətlə, mən deyərdim ki, bu il çox insanlar üçün düşərli oldu, çox insanlar üçün mənfi bir hallarla rastlaşdı. Mənim üçün isə 2025-ci il son günlərini mən deyərdim ki, çox yaxşı oldu və bir çox uğurlar əldə etdim. Məhz birinci sualda da mən bunu qeyd etdim. Bir çox müsabiqələrdə iştirak edirəm və 2025-ci ilin sonlarına yaxında bir çox beynəlxalq müsabiqələrdə oldum və buradan birinci yerlər əldə etdim, laureat və diplomant adını aldım və bu da ki, mənim özümün əziyyətimin, zəhmətimin bəhrəsi idi, mən deyərdim. Və onu qeyd etmək istəyirəm ki, növbəti uğurum da məhz mənim Bakı şəhərində olan ilk solo konsertim oldu. Çünki mən bu uğurumu heç bir zaman unutmaram. Bu il mənim üçün bax bu uğurla yekunlaşdı. Məsəl üçün mən bunu deyə bilərəm ki, mənim bu konsertimdə mənə dəstək olan insanlar oldu, jurnalistlər oldu, bir çox qəzet rəhbərləri oldu. Mən burada qeyd eləmək istəyirəm, dövlət nümayəndələri mənim solo konsertimə gəlmişdi. Niyazi Neft Muzeyində gerçəkləşdi və siz elə özünüz də bunu ictimaiyyətə təqdim etmişdiniz. Sizə də təşəkkür edirəm. Onu qeyd eləmək istəyirəm ki, bu konsert Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və İrəli İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdı. Və son uğurum isə, belə deyim, bu il üçün məhz bu oldu.